وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ. Canını Allah üçün keçməkdən tərəddüd eləmir. Başqa bir gözəl bir misal var, onu çəkim. Peyğəmbər sallallahu aleyhi və səlləmə Məkkədə biz bilirik ki, zülm verən, əzab verən ən böyük şəxslərdən də biri bu ümmətin Firavunu adlanan Əbu Cəhil olur. Və həmçinin Əbu Cəhillə yanaşı onun oğlu İkrimə olur. Allah ondan razı olsun. İkrimə Peyğəmbər sallallahu aleyhi və səlləmə, İkrimə Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələrinə ən çox zülm verən, ən şiddətli zülm verən şəxslərdən biri olur. Və Peyğəmbər sallallahu aleyhi və səlləmlə də döyüşlərdə həmsə İkrimə ön səfdə olub. Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı döyüşüb. O zaman ki, Məkkə fəth olunur, İkrimə Məkkədən qaçır. Və hətta Məkkə fəth olunmamışdan qabaq yolda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim İkrimə ilə qarşılaşsa onu öldürsün. Peyğəmbər sallallahu aleyhi və səlləm əmr edir ki, kim İkrimə ilə qarşılaşsa onu öldürsün. Və İkrimə Məkkədən qaçır. Gəlir Ciddəyə. Ciddədə gəmiyə minir. Gəmiyə minir və hansısa bir ölkəyə çıxıb gedir. Yol getmək istəyir. Yolda getdikdə gəmidə fırtına başlayır. Fırtına başlayır və demək olar ki, gəmidəkilər qalmaq şansını itirirlər. Çox az bir şans qalır ki, bunlar sağ qalacaqlar. Orada gəminin böyüyü, başçısı buyurur ki, əlinizi açın, Allaha dua eləyin ki, Allah Taala sizi xilas eləsin. Allahdan başqa bizə kömək eləyən heç kəs ola bilməz. İkrimə artıq onda dərk eləyir. Əlini açır, buyurur ki, ey Allahım, əgər sən məni dənizdə batırmasan, mən sağ qalsam, gedib Peyğəmbərin yanına əlimi onun əlinin üstünə qoyub İslamı qəbul eləyəcəyəm. Və elə olur ki, Allah Taala bunları xilas eləyir. Və həmçinin düşəndən sonra bəzi insanlar da ona deyir ki, get Muhammedin yanına, inşallah səni bağışlayar. Və Məkkəyə gəlir, qayıdır Məkkəyə. Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələri ilə oturduqda İkrimə radiyallahu anhu gəlir. Mustadrak Hakimdə sənədində bəzi zəiflik var, amma mənası səhihdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İkrimənin gəldiyini gördükdə buyurur ki, onun atasını söyməyin. Atasını belə, hansı ki, bu ümmətin nə idi? Firavun adlanır. Deyir, onun atasını söyməyin. Bilir ki, İkrimələri İslam üçün gəlir. İkrimə gəlir, əlini Peyğəmbər sallallahu aleyhi ve sellem əlinə qoyur və İslamı qəbul edir. Və ondan sonra İslam üçün yaşamağa başlayır. Ta ki, Yarmuk döyüşü gələnə qədər. Hicrətin 15-ci ilində Yarmuk döyüşü olur. Müsəlmanlarla Rumlar arasında Yarmuk döyüşü olur. Və müsəlmanlarla Rumlar arasında olan ən şiddətli döyüş məhz Yarmuk döyüşü olur. Nəyə görə ondan əvvəlki döyüşlər bu qədər şiddətli olmayıb? Çünki Rumlar Yarmuk döyüşünə qədər müsəlmanları ciddiyə almırdılar. Çünki onlar müsəlmanlara elə bir ki, balaca bir qruplaşma, bir dəstə kimi baxırdılar. Və o cürə dəstələr də hər zaman olub. Yəni, elə bir ki, səhrada gedənlərə hücum eləyib, mallarını alıblar. Yəni, balaca qalılarda toplaşıb. Yəni, bir qrupa kimi. Ona görə Rumlar ona qədər müsəlmanlarla güclü döyüşlər olub. Amma Yarmuk döyüşünə qədər müsəlmanları ciddiyə almayıblar. Ta ki, Yarmuk döyüşü baş verdikdə artıq o Rumlar ən güclü döyüşçülərini çıxardılar. Elə bir ki, təcrübəli döyüşçülərini gətirirlər Yarmuk döyüşündə. Və ən yaxşı silahlarını məhz həmin döyüşdə gətirirlər. Elə bir ki, Yarmuk döyüşünə qədər Rumların qılıncları balaca olur. Məhz Yarmuk döyüşündə qılınclarını neynirlər? Yəni uzun formaya salırlar və artıq Rumların əskərləri uzun formada qılınclarla çıxırlar. Həmçinin nizələri olur, hansı ki,
3-4 metrə çatan nizələr, 3-4 metrə çatan metrə qədər çatan nizələri olur. Həmçinin güclü qalxanları olur. Əsgərləri poladdan hazırlanan xüsusi geyimlər geyinirlər ki, qılınc onlara təsir eləməsin. Həmçinin elə ox hazırlayırlar ki, həm uzağa gedir, həm də qalxanı deşmək gücünə malik olur. Yəni, müsəlmanların tutduqları qalxanı deşmək gücünə malik olurlar. Yəni, və həmçinin neynirlər? Ordunu biri-birinə bağlayırlar, əskərləri biri-birinə bağlayırlar. Hətta atlarını belə zirək geyindirirlər, poladdan zirək geyindirirlər ki, atlarını belə müsəlmanlar vura bilməsinlər. Və dediyim kimi, ordunu biri-birinə bağlayırlar, əskərləri biri-birinə bağlayırlar ki, neynəsin, müsəlmanlar o ordunu yarıb keçə bilməsin. Ona görə bəzi döyüşlərdə bu zət-i sələsil, yəni zəncirlənmişlər döyüşü də adından adlanır. Onun yarımlıq döyüşü, ən əsas adı yarımlıq döyüşüdür. Və döyüş meydanına gəlirlər. Müsəlmanların da başında, ordunun başında Xalid ibn Valid durur. Əslində müsəlmanlar Rumlarla üz-üzə gələndə, Rumların çoxluğundan bu xüsusi hazırlığını görəndə müsəlmanlar biraz tərəddüd edirlər və geri çəkilirlər. İlk anda geri çəkilməyə başlayırlar. Bu anda İkrimə qabağı çıxır, radiyallahu anhu, və qışqırır ki, kim mənə ölümə beyət eləyər? Bu zaman Xalid ibn Valid gəlir, onun əlindən tutur ki, ey İkrimə, sən neyinisən? Geri çəkil, özümüzü cəmləyəndən sonra gələcək. İkrimət qayıdır Xalidə deyir ki, ey Xalid deyir, sən Peyğəmbər sallallahu aleyhi və səlləmdən yaxşı günlərin olub. Sən Peyğəmbər sallallahu aleyhi və səlləmə kömək eləmişsən, döyüşlərdə iştirak eləmişsən. Ancaq mən və atam Peyğəmbər sallallahu aleyhi və səlləmə, onun səhabələrinə zülm edənlərdən olmuşuq. Ən böyük zülmləri biz eləmişik deyir. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmlə üz-üzə gəlib döyüşdə heç vaxt döyüş meydanından qaçmamışam. Mən indi kafirlərin qabağında necə qaçım? Sən Peyğəmbər sallallahu aleyhi və səlləmə xidmət eləyəndə mən neynirdim? Ona ən böyük zülmləri mən eləmişəm deyir. Yəni, mənim atam eləyib Məkkə dövründə. İndi mən necə döyüş meydanından qaçım? Vallahi deyir, mən deyir, Rumların üzərinə gedəcəm və onunla yanaşı 400 nəfər Rumların üzərinə gedirlər. Və ilk Rumların səfini də məhz İkrimə radiyallahu anhu və onunla gedən cəmaat yarırlar. Və gedirlər, bir xeyli qabağı gedirlər. Hətta bəzi rəvayətlərdə gəlir, Rumların böyüklərindən birini də öldürürlər. Və ondan sonra əmr eləyirlər ki, oxçulara əmr eləyirlər ki, məhz o şəxsi vursunlar, İkriməyə göstərirlər və İkriməni vurmağa başlayırlar. İkrimə və onunla yanaşı bir neçə sahabəni şəhid eləyirlər. Yaralı olduqda müsəlmanlar bir neçə yaralıları geri qaytarırlar. Geri qaytardıqda və yaralıları yan-bayan uzadırlar. Bu zaman Həris ibn Hişam radiyallahu anhu deyir ki, mənə su verin. Su istəyirəm. Gətirirlər ona su verməyə. Suyu verəndə yanındakı İkrimə deyir ki, su istəyirəm. Həris radiyallahu anh buyurur ki, yox deyir, o məndən daha çox şücaət göstərdi bu döyüşdə. Suyu İkriməyə verin. İkriməyə verəndə üçüncü şəxs Əyyəş radiyallahu anh buyurur ki, su istəyirəm. İkrimə deyir ki, yox deyir, suyu mənə yox, Əyyəşə verin. Və suyu Əyyəşə uzadırlar. Əyyəşə uzatdıqda Əyyəş götürmür. Deyir ki, yox deyir, birincidir, Həris ibn Hişam istədi, suyu ona verin. Və gətirirlər birinci Hərisə versinlər. Görürlər ki, Həris şəhid oldu. Sonra İkriməyə gətirirlər verməyə. Görürlər ki, İkrimə şəhid oldu içmədən. Üçüncü də gətirib Əyyəşə verəndə görürlər ki, bəs Əyyəş də şəhid oldu. Üçü də, üç dost, heç biri su içmədən Allah yolunda canlarını tapşırdılar. Və çox şiddətli döyüş olur. Müsəlmanların sayı 35 min, 40 min arası olur. Amma Rumlarınki 150-200 min arası olur. Yəni o qədər fərq olur. Xalid ibn Valid də ordunu geri çəkir. Sonra Xalid ibn Validin güclü
döyüş bilmə qabiliyyəti vasitəsinə görə, səbəbinə görə müsəlmanlar qələbə çalırlar. Döyüş 6 gün davam edir və ondan sonra, bu döyüşdən sonra artıq elə bir ki, müsəlmanların qələbələri ardıcıl gəlməyə başlayır. Və demək olar ki, Rumlar əsasən məhz Yarmuk döyüşündə müsəlmanlar tərəfindən nədir? Sınırlar. Və qaydaq mövzumuza Peyğəmbər sallallahu əleyhi və səlləm dediyi kimi 3 nəfəri sevir. Onlardan da biri kim idi? Allah yolunda döyüşən, ölən və yaxud da öldürən. Və 3 nəfərə də buyurur ki, nifrət eləyir, bəyənmir onların əməlini. Birincisi kimdir? Qoca zinakar. İkincisi kasıb təkəbbürlü. Üçüncüsü isə imkanlı, amma zalım olan şəxs. Allah Teala 3 nəfəri seçir, 3 nəfəri sevir və 3 nəfəri də nədir? Nifrət eləyir. O sevdiyi 3 nəfərlər kimlərdir? Qeyd elədiyimiz kimi, Peyğəmbər sallallahu əleyhi və səlləmin qeyd elədiyi kimi, fikir verirsiniz, onlardan birincisi kim idi? Elə insanlar qafil olduqda bu gəlir sədəqə verir. İnsanlar yatdıqda ikincisi gedir ibadət edir. İnsanlar geri çəkildikdə bu sinəsini verib Allah yolunda şəhid olurlar. Yəni dərsimizə qaydırıq. Peyğəmbər sallallahu əleyhi və səlləm dediyi kimi Ramazan ayına hazırlıq üçün ilk olaraq nədir? İnsan Şaban ayında artıq hazırlıq görməlidir. Və Şaban ayında insanlar bu ayda ibadətdən qafil olurlar. Müsəlman da bu ayda əgər orucunu çoxaldarsa, müsəlman bu ayda ibadətlərini çoxaldarsa, Ramazan ayına hazırlaşmış olur. Hətta bəzi sələflərdən gəlib ki, salih insanlardan gəlib ki, bu ay, Şaban ayı qarilərin ayıdır. Artıq qarilər, Quran hafizləri, Quran əzbərləyənlər bu ayda Ramazan üçün Quranı təkrar eləməyə başlayırlar. Və yaxud da Amr ibn Qeys kimi məşhur ticarətçilər olub ki, həmçinin alim olublar. Şaban ayı artıq gəldikdə dükanlarını bağlayardılar, ticarəti qırağa qoyardılar. Ancaq Qurana tutunardılar, Qurana qaydardılar, Qurana bağlanardılar ki, Ramazan ayına hazırlıq görsünlər. Və dediyim kimi, inşallah çalışacağıq ki, Ramazan ayına qədər dərslərimizi davamlı eləyək ki, Peyğəmbər sallallahu aleyhi və səlləm necə oruç tutub, necə eləyək ki, bizim orucumuz Peyğəmbər sallallahu aleyhi və səlləmin orucu ilə üst-üstə düşsün. Onlardan birincisi Peyğəmbər sallallahu aleyhi və səlləm dediyimiz kimi Şaban ayında nə edirdi? Ramazan ayı üçün hazırlaşardı və Şaban ayında oruclarını çoxaldardı. Allah subhanahu teala'dan istəyirəm ki, bizi eşidib faydalananlardan eləsin. Və sallallahu alə Muhammed və alə alihi və sahbihi ecmaîn.